Demək biz neyik? Biz hücum xəttində qalmırıq, yəni blok qoymağa burada çalışsaq, bu uğursuz alınacaq və rəqib zərbə endirəcək, bizi sıradan çıxaracaq. Buna görə də biz işləyəcəyik Q-gerşi prinsipi ilə öne doğru çıxacağıq. Amma bu formada düz yox, çünki düz çıxsa, bu zaman ayaqlarımız açıq qalır və qasıq layihəsindən rəqib bizə zərbə endirir. Biz çıxırıq sola doğru və qolumuz tam açılır. Zərbə və sola tam açılır. Yəni, bu belə deyil, yaxında qalmır, bu da yaxında qalmır. Məsafəni qoruya bilməsə, yenə xəsarət yetirə bilər, rəqib bizi üstəliyə bilər və yaxud da digər fəndə keçə bilər. Ona görə də qollarımız açıq qalır və zərbə formasında bu əlin içinə, bu isə biləyə endirilir. 1, daha sonra sağ əlim gəlir, rəqibin biləyinin üstünə tutur. 2, tenkay, 3, uşuro tenkay, 4 və kontrol. Sizin proqram üzrə kontrolda diz yapışır, qolun altına, əl çiynə və başa. Göstərirəm digər tərəfdən.